Lerik rayonunun Züvüc kəndində müəllimlə məktəb direktoru arasında insident baş verib. İbtidai sinif müəllimi Qalib Xosuyev məktəb direktoru Sahil Ağayev tərəfindən döyüldüyünü və uzun müddətli təzyiqlərə məruz qaldığını iddia edir. Qalib Xosuyevin sözlərinə görə isə son 3 ildə məktəbdəki fəaliyyətində bir sıra haqsızlıqlarla üzləşib. O bildirib ki, əvvəlcə məktəbə qədər hazırlıq qrupunda 1 il dərs deməsinə baxmayaraq, həmin sinif qanunsuz şəkildə əlindən alınıb və başqa müəllimlərə verilib. Müəllimin bu vəziyyətə etiraz etməsi isə fiziki və mənəvi təzyiqlərlə nəticələnib. O, həmçinin direktor Sahil Ağayevə 10-cu sinifdə oxuyan qızı ilə bağlı əsassız məlumatlar yaymaqda ittiham edir. Qalib Xosuyev hesab edir ki, bu təzyiqlər onun direktorun bəzi qanunsuz fəaliyyətlərini ifşa etməsi ilə bağlıdır. Hazırda məsələ ilə bağlı Lənkəran Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırmalar aparılır. Qurumdan bildirilib ki, bütün iddialar diqqətlə incələnəcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək.